Biraz bəzi vaxtlar öz həyatımızı yox, bizə belə baxarlar, elə baxarlar. O cür nə yaşayırıq. Sonra da bir ömür əziyyət çəkib borc veririk, kredit veririk. Sonra dərd eləyirik. Bu dərd də gəlib ömrümüzü də azaldır, qısaldır, həyatımızın şirinliyini də alır. Nə qədər imkanın var o qədər. Özümüzü o dəbdəbəlik bir şey deyil. Elə də o həyat da o həyat deyil. Təəssüf ki, bəzilərdə bu belə mövzular reklam edir də. Belə mövzular o qədər reklam olunur ki, sanki qarşı tərəfdə onların o həyatına baxır, deyir, elə bil onlar xoşbəxtdirlər də, sanki onlar üçün bir etalon olurlar və özlərini onlara bənzətmək, onlara oxşatmaq. Siz çalışın, oturun, düşünün, fikirləşin, xoşbəxtliyin ümumiyyətlə açarı nədir? Saadətin açarı, kilidi nədir? O cürlə insan xoşbəxt olmur ki. Başa düşürsünüz. İndi insanlar xoşbəxt olmaqdan daha çox xoşbəxtliyini göstərmək istəyir.